30 iyun 2025-ci il tarixdə Ağcabədi Peşə Məktəbi tələbələrinin məzun günü keçirilib. Tədbirdə Ağcabədi Peşə Məktəbinin idarə heyəti, müəllim kollektivi və tələbələri iştirak edib. Daha sonra saat 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən ziyafət süfrəsi təşkil olunub və tədbir iştirakçıları dəvət olunub. Məzun olan peşə məktəbi tələbələrinə qazandıqları peşə ixtisasında müvəffəqiyyətlər və uğurlar arzulanan xoş çıxışlar baş tutdu. Tədbirdə həmçinin 24 iyun 2025-ci il tarixdə keçirilən təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında 52 bal toplayaraq yüksək nəticə göstərmiş Ağcabədi Peşə Məktəbində bitkiçilik mütəxəssisi üzrə ixtisas fən müəllimi Tağıyev Ceyhun Aslanoğlu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən təbrik və hədiyyə ilə təltif edilmişdir.